Platon və Platonun qidalandığı natur fəlsəfə filosofları Sokratdan əvvəlkilərdə, məsələn Fales, Anaximandır. Onlar deyəndə ki, hər şey sudur və ya torpaqdır və ya nə bilim havadır. Bildiyimiz bu suyu yəqin ki, nəzərdə tutmayıblar. Yəni hər şeyin ortaq bir elementi var. Yəni su özü-özlüyündə sakral, müqəddəs bir şeydir və hər şeyin başlanğıcı sudur. Yəni onlar sən dediyin kimi o prima elementi axtarmağa çalışıblar ki, hər şey ilk ontoloji olaraq nədən törəyib? Əgər tutaq ki, havadan törəyibsə, biz onu ən yüksək demək element kimi götürək və irəliləyək. Və bu baxımdan məsəl üçün Hermes o dövrdə, yəni bunlar belə deyək də, yarı kahin, yarı filosoflardır. İndi məlumdur ki, Misirdən falan qidalandırdıqları var da. Və məsəl üçün Hermes özü də o Triskemiz Hermes 3 kərə müqəddəs Hermes. Bunlar indi kitabı falan da qalmayıb yəqin ki, amma onun üzərinə yazılan çoxlu şeylər var da, şərhlər var ki, Hermesin məşhur sözü ki, ayın üzərində elə bir şey yoxdur ki, ayın altında elə bir şey yoxdur ki, ayın üzərində bu baş verməsin. Yəni analogiya göydə nə baş verirsə, planetlərdə falan da, yerdə onun qarşılığı var. As above, so below da. Yəni yuxarıda necəsə aşağıda da elədir. Yəni günəşin, yəni nəyə görə indi belə bürclərlə talismanlar cəmaət alır. Yəni onun alt katında inanc sistemi olur ki, günəş bir dənə elementə bənzəri olmalıdır. Günəşin elementi qızıldır. Ayın elementi deyək ki, gümüşdür. Merkuri civədir.